Elə uşaqlar olub ki, anaları onlar üçün yalvarıb ki, qurban olum da, yəni etmə, eləmə, başladım, eləmə, nə istəyirsən sənin üçün edim, amma bunu etmə. Mən onlara baxırdım, mən onun anasının məsləhətini alırdım ki, görürsən anası onun dayıcan gəl, mənim anam olmayıb, ona verilən məsləhəti mən oğurlayım. Üz istəyirəm, yəni xanımla oğlan gedir, maşından düşür, demişəm ki, gələcəkdə mən etməliyəm ki, belə də olum. Yəni mənim də maşınım olsun, mənim də evim olsun. Mən bu dəqiqəni də çırpınıram ki, mənim evim olsun. Mən də ev arzusundayım. Mən də istəyirəm evim olsun, mən də istəyirəm ailəm olsun. Yaşım 35-dir artıq. Sevdiyin var? Yox, mənə kim qız verər? Açıq danışaq. Nə valideynim var, nə arxa dayağım var. Ən azından xonça aparanım yoxdur. Mən varam. Sən bir dənə qız tap, sənə buradan bax, tamaşaçıların içərisində söz verirəm. Sənə toy da eləyərəm, sənə xonça da apararam, nə lazımsa hamısını eləyərəm. Sənə söz verirəm buradan. Qismət Allahdandır. Yəni mən Ciddiyəm mən. Yo, bildim mən sizi nə deyə bilərəm. Prosta elə qız da, yəni mən nətər tapım, açıq danışaq da, mən nətər onu tapa bilərəm. Nə evim var, nə maşınım var. Açıq danışaq, bu həyat onu tələb eləyir.